Salam uşaqlar, bugün sizlərə əvəzliyi mən izah edəcəm. Ümid edirəm ki, video sizlər üçün faydalı olacaq. İzləməyi unutmayın. Əvəzlik adından da göründüyü kimi bütün əsas nitq hissələrini əvəz edən nitq hissəsinə biz əvəzlik deyirik. Əvəzliyin özünün ayrıca sualı yoxdur. Əvəzlik hansı nitq hissəsini əvəz edirsə, həmin nitq hissəsinin sualına cavab vermiş olacaq. Əvəzlik qeyd etdiyim kimi 6 əsas nitq hissəsi var. Hamısını əvəz edə bilir. Yəni əvəzliyi özü-özündə əvəz edə bilir. Hər bir nitq hissəsinə aid bir nümunə yazacağım. Misal üçün tutaq deyirəm ki, anam gəldi. Kim geldi? Burada əvəzlik ismi əvəz edir. Və yaxud da tutaq ki, deyirəm ki, yaxşı oxuyur. Necə oxuyur? Zərfi əvəz etdi. Burada yaxşı, burada zərf olduğu üçün burada necə sualı zərfi əvəz etmiş olacaq. Və yaxud da gözəl qız tutaq yazıram elə qız. Elə burada sifəti əvəz etmiş olacaq. Və yaxud da sayı əvəz edənini deyim. 5-ci sinif hansı sinif? Və yaxud da feili əvəz eləməsinə aid nümunə deyim. Tutaq ki, uşaq danışdı. Burada. Uşaq nə etdi? Əvəzliyin özü-özünə əvəz etməsini tutaq ki, o gəldi. Kim gəldi? Burada əvəzlik özü-özünə əvəz edir. Deməli, əvəzlik bütün əsas nitq hissələrini əvəz edə bilir və hansı nitq hissəsini əvəz edirsə, həmin nitq hissəsinin sualına cavab verir. Əvəzliyin quruluşça növləri. Əvəzlik quruluşça 3 yerə ayrılır. Sadə, düzəltmə və mürəkkəb əvəzliklər. Kim, nə, necə, sonra mən və s. əvəzliklər. Qeyd edim ki, şəxs əvəzlikləridir, işarə əvəzlikləridir, təyini əvəzlikləridir. Quruluşca yalnız sadə olurlar. Yəni həmin mən, sən, o, biz, siz, onlar əvəzlikləri, hər, öz, bütün, filan cümlə eyni, o cümlədən də o, bu, elə, belə, bütün, elə, belə, həmin, daha doğrusu əvəzlikləri quruluşca yalnız sadə olurlar. Qeyd edim ki, qeyri-müəyyən və sual əvəzliklərinin tərkibində də sadə əvəzliklər var. Bunlar sadə əvəzliklərdir. Düzəltmə əvəzlikləri misal üçün deyə bilərik biri, kimsə, nəsə və s. Mürəkkəb əvəzliklər isə kim isə, hər kim, heç nə və s. Deməli, əvəzlik quruluşça 3 növü var. Sadə, düzəltmə və mürəkkəb əvəzliklər. Əvəzliklər qeyd edək ki, bütün əsas nitq hissələrini əvəz edə bilir və əvəzliyin mənaca növləri də var. Əvəzliyin mənaca 5 növü var. Birinci şəxs əvəzlikləridir. Birinci şəxs əvəzliklərini izah edim. Şəxs əvəzlikləri ismi əvəz edir. Şəxs əvəzlikləri bunlardır. Birinci şəxsin təkində mən, birinci şəxsin cəmi. Biz, ikinci şəxsin təkində sən, ikinci şəxsin cəmi. Siz,
üçüncü şəxsin təki, o, üçüncü şəxsin cəmi, onlar. Deməli, bunlar şəxs əvəzliklərdir. Şəxs əvəzlikləri haqqında onlara məlumat verim ki, uşaqlar, şəxs əvəzlikləri quruluşca yalnız sadə olurlar. Şəxs əvəzlikləri əsasən ismi əvəzi mübtəda vəzifəsinə çıxış edirlər. Lakin şəxs əvəzlikləri digər cümlə özləri vəzifəsinə çıxış edirlər. İndi onlar haqqında sizə məlumat verəcəm. Daha çox mübtəda vəzifəsinə çıxış edirlər. Şəxs əvəzlikləri isimdə bir çox ortaq xüsusiyyətləri var. Şəxs əvəzlikləri isimlər kimi kimlə suallarına cavab verə bilirlər. Cümlədə əsasən mübtəda tamamlıq və xəbər ola bilirlər. Daha sonra şəxs əvəzlikləri hallana bilirlər. Bunlar və əşya yerində çıxış edə bilirlər. İsimlər ortaq xüsusiyyətlərdir. Lakin şəxs əvəzliklərinin isimlərdən fərqli xüsusiyyətləri də var. Belə ki, isim əşyanın adını bildirir. Şəxs əvəzi isə əşyanın adını bildirmir, yəni adlandırmır, onu əvəz edir. Şəxs isimlər hara sualına cavab verə bilir. Şəxs əvəzlikləri isə hara sualına cavab verə bilmir və isimlər mənsubiyyətə görə dəyişə bilir, şəxs əvəzlikləri isə mənsubiyyətə görə dəyişə bilmir. Şəxs əvəzlikləri deməli hallana bilirlər. Mən və biz əvəzlikləri qeyd edeyim ki, biz ismin hallanmasında da bunu qeyd etmişdik, hallama ilə bağlı. Baxmayaraq ki, bunlar əvəzlikdir, biz onu orada da qeyd etmişdik. Mən və biz əvəzlikləri deməli yiyəlik halda un üstü 4 şəkilsini yox, im qəbul edirlər. Biz mənin, bizim demirik, mənim, bizim formasında deyirik. Bu formada hallandırırıq, bunu yadda saxlayırıq. Yəni bunu götürüb mənsubiyyət şəkilsi kimi götürmürsünüz. Onsuz da yəni şəxs əvəzliyi görən kimi biz bilirik ki, onlar mənsubiyyətə görə dəyişə bilmirlər. Ona görə rahatlıqla burada imi biz hal şəkilsi kimi götürmüş oluruq. Sonra şəxs əvəzliklərindən mən və sən əvəzliklərindən başqa qalan digər əvəzliklər cəmlənə bilirlər. Biz mənlər, sənlər demirik. Yəni mənlər, sənlər demək doğru deyil. Qalan əvəzliklər isə cəmlənə bilirlər. Bayağı da qeyd etdik ki, şəxs əvəzlikləri bütün cümlə üzvlər vəzifəsinə çıxış edə bilər. Daha çox mübtəda tamamlıq və xəbər vəzifəsinə çıxış edirlər. Lakin zərflik vəzifəsində bizdi, sizdi, onlardır, bu əvəzliklərdir. Bunlardan biz deməli yönlük, çıxışlıq və yerlik hallarda işlətdikdə zərflik vəzifəsinə çıxış edə bilirlər. Misal üçün, sizə gedirəm, bizə gəlir, onlara gedirəm. Bu formada işləndikdə hara sualına cavab verir və cümlənin zərfliyi vəzifəsi çıxış edir. Daha sonra bizim və sizin əvəzlikləri də bizim tutaq ki, sinif və yaxud da sizin sinif bu formada işləndikdə, yəni özündən sonra gələn sözün deməli mənsubiyyət şəkli ixtisar olunduqda bu formada bizim və sizin sinif sözləri də, yəni əvəzlikləri də cümlədə təyin vəzifəsinə çıxış edə bilər və hansı sualına cavab vermiş olacaq. Bu şəxs əvəzliklərdir uşaqlar. İkinci qeyri-müəyyən əvəzliklər. Qeyri-müəyyən əvəzliklərdə şəxs əvəzlikləri kimi ismi əvəz edir, lakin qeyri-müəyyən əvəzliklərin məzmununda bir qeyri-müəyyənlik var. Qeyri-müəyyən əvəzliklərə bunlar aiddir. Misal üçün, filan kəs, hərə, hamı, kim isə, nəsə, bəzi, bəzisi və s. Yəni çoxdur. Mən indi bunları heç nə, hər şey, hər kim, hər kəs, kimsə, nəsə, biri və s. kimi. Bunlar qeyri-müəyyən əvəzliklərdir. Qeyri-müəyyən əvəzliklər quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilər. Misal üçün, hamı sözü sadədir, bəzi sözü sadədir, bəzisi sözü sadədir. Filankəs sözü mürəkkəbdir. Hərə sözü sadədir.
kimi isə mürəkkəbdir, nəsə düzəltmədir və s. kimi. Yəni quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilər. Biz bayaq şəxs əvəzliklərini dedik ki, quruluşca yalnız sadə ola bilər, lakin qeyri-müəyyən əvəzliklər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Ümumiyyətlə rahat yadda saxlamaq üçün bilirik ki, şəxs əvəzlikləri, işarə əvəzlikləri, təyin əvəzlikləri. Bunlar quruluşca yalnız sadə olurlar. Qeyri-müəyyən əvəzliklər və sual əvəzlikləri isə quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilirlər. Deməli, qeyri-müəyyən əvəzliklər hallana bilirlər. Misal üçün, filan kəsin, filan kəsə və s. kimi. Lakin kim isə və nə isə əvəzlik. Nə hallanmır, bunlar nə də mənsub şəkil içərisində qəbul etmir. Məsələn, biz kim isələr, nə isələr və yaxud da kim isəm, nə isəm belə deyə bilmərik. Yəni, bunlar mənsub şəkil içərisində qəbul etmirlər, hallanmırlar. Bəzi əvəzlik yalnız mənsub şəkil içərisində qəbul etdikdən sonra hallanır. Bax, bu əvəzlik. Misal üçün, bəzisinin. Tutaq ki, biz bəzinin, bəziyə, bəzidə demirik. Amma bəzisinin, bəzisinə, bəzisini deyə bilirik. Qeyri-müəyyən əvəzliklər mənsubiyyətə görə dəyişə bilirlər. Biz şəxs əvəzlikləri üçün bayaq demişdik ki, mənsubiyyətə görə dəyişə bilmirlər. Amma qeyri-müəyyən əvəzliklər mənsubiyyətə görə dəyişə bilirlər və qeyri-müəyyən əvəzliklər kim və nə suallarından birinə cavab verir. Qeyri-müəyyən əvəzliklər cəmlənə bilirlər, amma istisna əvəzliklər var ki, onlar cəmlənə bilmirlər. Hamıdır. Biz hamılar demirik. Biridir, birilər demirik. Daha sonra kimi, kimilər demirik və hərə. Bu əvəzliklər cəmlənmirlər, yadda saxlayırıq. Qeyri-müəyyən əvəzliklər cümlədə əsasən mübtəda, tamamlıq və xəbər vəzifəsinə çıxış edirlər. Bəzi əvəzlik cümlənin əsasən təyin olur. Lakin deməli bəzi əvəzlik də deməli mənsubiyyə şəkilsi qəbul etdikdə və yaxud da tutaq bəzisini çağır. Hal şəkilsi qəbul etdikdən sonra cümlənin tamamlığı vəzifəsində də çıxış eləyə bilərlər. Kimsə əvəzliyi bəzən inkarlı məzmunda daşıya bilir. Bu zaman həmin cümlənin xəbəri inkarda olur. Misal üçün, kimsə mənim xətrimə dəyə bilməz. Bu zaman biz bunun, yəni müəyyən eləmək üçün, yəni kimsə iki formada işlənə bilər. Misal üçün, bir də deyə bilərək, kimsə qapını döydü. Bunu rahatlıqla, yəni bir-birindən fərqlənir. Hər ikisi də yəni qeyri-müəyyən əvəzlikdir. Sadəcə yəni inkarlıq məzmunu ifadə etdiyini bilmək üçün belə edirik. Kimsə sözünü biz heç kim sözü ilə əvəz edə bilirik. Heç kim mənim xətrimə dəyə bilməz, amma heç kim qapını döydü deyə bilmirik. Yəni bu formada biz bunları bir-birindən rahatlıqla ayırmış oluruq. Daha sonra hamı, hərə və bəzi əvəzlikləri, hamı, hərə və bəzi əvəzlikləri. Bu deməli əvəzliklər qeyri-müəyyən əvəzliklər birinci və ikinci və üçüncü şəxsin təkinin yox, cəminin mənsubiyyətini qəbul edirlər. Birinci deməli 1, 2, 3-cü şəxsin cəminin yox, üzr istəyirəm, daha doğrusu təkinin yox, cəminin mənsubiyyətini qəbul edirlər. Bizim hərəmiz, bizim hamımız, onların bəziləri və s. kimi. Bu da oldu qeyri-müəyyən əvəzliklər, işarə əvəzlikləri. İşarə əvəzlikləri quruluşca dedik ki, yalnız sadə olurlar. Kimə və yaxud da nəyisə işarə məqsədi ilə işlədilən əvəzlikləri biz işarə əvəzlikləri deyirik. İşarə əvəzliklərinin sualları necə, nə cür baxırıq. Hansı nitq hissəsinin sualı ilə uyğunluq təşkil edir? Sifətin. Hansı suallarına cavab verir? Deməli, işarə əvəzlikləri cümlədə daha çox hansı nitq hissəsini əvəz edəcək? Sifəti əvəz edəcək. İşarə əvəzlikləri bunlardır. O, bu, elə, belə, həmin. O, bu və həmin əvəzlikləri cümlədə əsasən sifəti əvəz edir. Elə və belə əvəzlikləri isə həm sifəti, həm də zərfi əvəz edə bilir. Bunları necə fərqləndiririk? Elə və belə əvəzliklərindən sonra isim gələrsə, deməli, daha doğrusu
yəni əşyaya aid olduqda elə və belə əvəzlikləri sifətə əvəz edəcək. Elə və belə əvəzliklərindən sonra isə hərəkəti anlayışı bildirən söz gəldikdə, yəni fe'l gəldikdə isə zərf olacaq. Məsəl üçün elə qız, belə qız, elə insan, belə insan deyəndə olacaq deməli sifəti əvəzləyən əvəzlik. Amma elə danışır, belə danışır, elə gülür, belə gülür tipli sözlərdə isə zərfi əvəz edən əvəzlik kimi olacaq. Qeyd edim ki, elə və belə sözləri ədatla da amonimlikdir. Biz indi ədatı keçəndə onların amonimliyi haqqında ətraflı məlumat verəcəyik. İşarə əvəzlikləri cümlənin dedik ki, daha çox təyin vəzifəsini çıxış edir. İsmi xəbər vəzifəsində də çıxış edə bilirlər. Həmindən başqa digər işarə əvəzlikləri isimləşərək cümlənin mübtədası və tamamlığı da ola bilirlər. Həmin əvəzlik, bu əvəzlik yəni cümləyə, daha doğrusu mübtədaya, ismə aid heç bir yəni xüsusiyyəti qəbul etmir. Elə belə əvəzliklər isə, bu əvəzliklər isə ismi əvəz etdikdə mənsubiyyət şəkilsi qəbul edəndən sonra hallanır və cəmlənir. Eləsini və yaxud da elələrini, belələrini, belələrini. Bunları da yadda saxlamış oluruq. Gəlirik biz deməli o bu əvəzliklərindən sonra vergül işarəsinin qoyulmasına. Qeyd edim ki, o əvəzliyi amonim əvəzlikdir. O əvəzliyini biz şəxs əvəzliyi kimi və işarə əvəzliyi kimi keçiririk. Amma bu əvəzliyi istəyir şəxsi əvəz etsin, istəyir işarə məqsədi ilə işlənsin, fərq eləməz. Biz onu işarə əvəzliyi, növ olaraq işarə əvəzliyi kimi keçiririk. O bu əvəzlikləri şəxs anlayışı bildirdikdə, yəni mübtəda vəzifəsinə çıxış etdikdə ondan sonra vergül işarəsi qoyulur. Amma o bu işarə məqsədilə işləndiyində, cümlədə təyin vəzifəsinə çıxış edəndə ondan sonra heç vaxt vergül qoyulmur. Qeyd edim ki, o bu əvəzliklərindən sonra isim, sifət, yəni şəxs anlayışı bildirdikdə say, zərf, köməkçi nitq hissələrindən isə deməli nidalar, nida və modal sözlər. Modal sözlər gələrsə, bu nitq hissəsi deməli o-dan və bu-dan sonra şəxs anlayışı bildikdə vergül işarəsi qoyulur. Qeyd edim ki, modal sözlər və nidalar cümlənin ortasına gələndə hər iki tərəfindən vergül qoyulduğu üçün, yəni burada əslində vergül həmin köməkçi nitq hissələrinin yəni vergüldür. Qalan hallarda isə yəni əvəzlik, fe'l, sonra qoşma, bağlayıcı və ədat gələrsə isə vergül işarəsi qoyulmayacaq. Qeyd edim ki, modal sözlərdə də elə bil, sanki və güya modal sözləri istisnadır. Çünki bu modal sözlərdən sonra biz vergül, yəni əvvəl və sonra durğu işarələr qoymadığımız üçün bu modal sözlər gələrsə vergül işarəsindən istifadə olunmayacaq. Deməli, əvəzlik, fe'l, qoşma, bağlayıcı, ədat gələrsə biz vergüldən istifadə etməyəcəyik. Yadda saxlayırıq. Amma o işarə əvəzliyi olanda ondan sonra hansı nitq hissəsinin gəlməsindən asılı olmayaraq biz yenə də vergül işarəsi qoymayacaq. Bu yalnız şəxs anlayışı bildirilir. Şəxsi ifadə etdikdə, yəni bu qayda keçərlidir. Təyini əvəzliklər hər, öz, bütün, cümlə, eyni, filan aiddir. Bunlar təyini əvəzliklərdir. Təyini əvəzliklər quruluşca deməli yalnız sadə olurlar. Təyini əvəzliklər işarə əvəzliyi kimi sifət əvəzləyirlər. Necə, hansı suallarına cavab verirlər? Necə, hansı suallarına
cavab verirlər. Heç bir təyin əvəzi cəmlənə bilmir. Öz əvəzindən başqa bütün təyin əvəzliklər cümlədə yalnız təyin olur. İsimləşə bilmirlər. Öz əvəzi isə isimləşir, mənsubiyyət və hal şəklisi qəbul edir. Cümlədə mübtəda, tamamlıq və xəbər vəsifəsinə çıxış edə bilər. Misal üçün, öz, özüm, özün, özünündür, özünə və s. kimi işlədə bilirik. Öz əvəzi şəxs əvəzində əvəzləyə bilir. Mən gəldim, özüm gəldim və yaxud da mən getdim, özüm getdim və s. Qeyd edim ki, hər əvəzindən sonra kəs və şey sözləri gələrsə, misal üçün hər kəs, tutaq ki, hər kəs, hər şey. Burada biz bunu təyin əvəzlik kimi götürəcəyik, yadda saxlayırıq. Yox, zaman anlayışı bildirən sözlər olsa, hər sözünü, bu sözdən sonra zaman məzmunu sözlər, vaxtı, vaxt, ay, il, gün, həftə, zaman və s. kimi sözlər olarsa, bu bir yerdə hər zaman, hər ay, hər il, hər gün, hər həftə, hər zaman yadda saxlayırıq ki, bu nə götürülür? Zaman zərfi kimi götürüləcək, yadda saxlayırıq. Deməli, hər əvəzindən sonra kəs və şey sözləri gələrsə, təyin əvəzi, amma vaxt, zaman anlayışı bildirən sözlər gələrsə isə bir yerdə zərf kimi götürülür. Sual əvəzlikləri. Sual əvəzliklərdə bütün əsas nitq hissələrinin sualları sual əvəzlikləridir. Misal üçün, kim, necə, hansı, nə etdi, nə oldu və s. kimi. Sual əvəzlikləri də quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Misal üçün, kim, necə, sadə, hərəsindən bir nümunə yazım. Neçənci, düzəltmə, nə edəcək, nə edir, tutaq ki, nə edir, mürəkkəb olacaq, yadda saxlayırıq. Sual əvəzlikləri, deməli, quruluşca dedik ki, sadə, düzəltmə, mürəkkəb olur. Bütün əsas nitq hissələrinin dedik ki, sualları sual əvəzlikləridir. Ümumiyyətlə, əvəzlik bütün cümlə üzvləri rolunda çıxış edə bilir. Özünə aid heç bir xüsusi qrammatik şəkilçisi yoxdur. Sual əvəzlikləri suala cavab vermədən də cümlə özü ola bilir. Əvəzin özünə məxsus qrammatik əlaməti yoxdur. Qeyd edeyim ki, əvəzlik hansı nitq hissəsini əvəz edəcəksə, onun da əlamətlərini, xüsusiyyətlərini daşımış olacaq. Bu əvəzlik idi uşaqlar. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Faydalı oldusa bəyənin, rəy bildirin. Sağ olun.